Burada cavan oğlan Fuad Biləsuvarlı şairdir, Cəfər. Onun yaxşı şeirlərindən, musiqilər də bəstələnib. Zemfira xanımın dostudur, tamaşasında gəldi, iştirak elədi. Genç dostumuzdur. O da təbrik eləyir. Şeir yazmısan sən də Seyran Səxavət kimi. Şeirim azdır. Bir dənə şeiri var, bir balaca şeiri. Mən də çox sağ olun deyirəm Rəşad müəllim sizə təşəkkür edirəm ki, Zemfira xanım haqqında bu gözəl tədbiri keçirdirsiniz. Həqiqətən də mən Zemfira, o qədər anam demişəm, Zemfira anam demişəm, tədbirlərdə də Zemfira anam deyirəm. Qulu müəllim olsun, Zemfira xanım olsun, həqiqətən də bunlar mənim mənəvi valideynlərim kimidir. İndinin özündə də mən bilmədiyim nəsə olursa, mən WhatsAppda utanmadan Qulu müəllimdən, Zemfira xanımdan soruşuram. Yəni bizim indi öyrənən vaxtımızdır. Çalışıram ki, onların hamısından bəhrələnim, öyrənim. Mən 2 yazmışam Zemfira xanım haqqında 70 illiyinə. Çox sevinirəm ki, bu gözəl kitabında da dərc olundu o yazı. O biri yazında inşallah doğum günündə dekabrda dərc eləyəcəm öz saytımda, Azərbaycan media saytında. İstəyirəm ki, bir şeir var, yazmışam Zemfira xanım haqqında. O şeir deyim. Payıma deyil ki. Necə? Payıma deyil ki. Allah eləməsin, az yazdım. Dəqiq şeirdir. Az yazdım. Ömrünü şam edib yandırdın bizə, toxtaqlıq bəxş etdin ürəyimizə. Sizi ana bildik biz özümüzə, bu kiçik dünyanın böyük insanı. Sözünün odundan köz götürmüşük, süfrəsindən çörək, duz götürmüşük. Sizdən ərkanı da biz götürmüşük, bu kiçik dünyanın böyük insanı. Darıxan qəlblərə məlhəmdir sözün, Zemfira anamsan, mələksən özün. 70'i 80'i görəsən yüzü, bu kiçik dünyanın böyük insanı. Böyük tonqal qala, kədəri yandır. Qanmazı sözünlə məhv elə, qandır. Qulu məhərrəmlə tarixdə qaldın, bu kiçik dünyanın böyük insanı. Siz də sözünüzün hökümdarısınız. Yurdun aydın nurlu düz yollarısınız. Vətənin qazancı həm də varısınız. Bu kiçik dünyanın böyük insanı, bu kiçik dünyanın böyük insanı. Sağ ol, sağ ol.